Salam, hər vaxtınız xeyir. Mən Müsəllim Mikayılova, həkim endokrinoloqam, Sumqayıtda çalışıram və bu gün maraqlı bir pasiyentdən sual gəldi. Ən çox kök xəstələrimiz haqqında, onların arıqlaması haqqında danışırsınız. Niyə arıq pasiyentlər haqqında danışmırsınız? Məlum məsələdə arıq pasiyentlərimiz kökəlmək istəyindən çox az bizə müraciət edirlər. Çox nadir hallarda ola bilir. Məsələn, bir ayda 2-3 pasiyentimiz olur. Onlar özləri deyil, valideynləri uşağım yaxşı yeyir, amma kökəlmir deyə bizə gətirirlər. Bunun fərqli səbəbləri ola bilir. Məsələn, zəhərli zob olan pasiyentlərimiz, qanda dəmir, ferritin və qanın ümumi analizində ciddi dəyərlərin aşağı olması olan pasiyentlərimiz, qan xəstəliyi olan pasiyentlərimiz, bunlar xəstəlik deyil də daşıyıcı olanlarımızda da hətta belə olur. Xəbəri olmadan şəkəri olanlarımız ola bilir. Yanaşı da olaraq metabolik problemi olanlar, bağırsaqlarda qurd invaziyaları olan pasiyentlərimiz ola bilir. Yaxşı qidalanmayan pasiyentlərimiz ola bilir. Qida qəbulu ilə sərf etdiyi enerji arasında balans pozulmasından olan pasiyentlərimiz ola bilir. Məsələn, pasiyent yediyi ilə itirdiyi enerji arasında bir disbalans olduğu zamanda kilo almamaq kimi bir problem yaşayır və yaxud da metabolizmi güclü olanlar, bəzi xəstələrimiz, hətta çölyak olan xəstələrimiz belə, onlar da bu kimi problemlərdən əziyyət çəkirlər və yetər ki, siz müraciət edin, biz araşdıraq, hansı səbəbdən olmasından asılı olmayaraq sizə kömək etməyə çalışacağıq. Bəzi pasiyentlərimiz var ki, heç bir problemi yoxdur, sadəcə olaraq biz onları xüsusi pəhriz verməklə və idman gimnastikasına yönləndirməklə ki, pasiyentlərimiz əzələ kütləsini artıra bilirlər. Bizim üçün piy kütləsini deyil, əzələ kütləsinin həcmini artırmaq daha vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.